Salam uşaqlar, necəsiniz? Bu günləri yeni videoda qarşınızdayım. Əslində yeni video deməyək. Yəni o yaxşı olsun yeni video. Çoxdan da video gəlmirdi kanala. Həm dedim biraz vlog tarzı bir seriyalar çəkək. Bunu göndəridə, son göndəridə paylaşmışdım. Həm də dedim biraz da həm vlog tarzı, həm də biraz açıqlama kimi, söhbət kimi video olsun. Bunu da son göndəriyə yazmışdım. Deməli uşaqlar, çoxdan deyəndə hardasa bir 2-3 həftə olardı da, 2-3 həftə olardı ki, videolar falan gəlmirdi. Həmin o səbəblərdən biri, deməli, mən video çəkdiyim, elə bir ki, videoları falan tepki verdiyim videolarda, yəni uşaqlar çəkdiyim videolarda edit falan elədiyim bir kompüter var idi. O kompüterin də sistemi Windows 10'dur. Windows 10'da bilirsiniz ki, GTA Windows 10'da yəni sistem güncəlləmiş. Ümumiyyətlə Windows 10'u sildilər də, yəni qısa konkret. Ona görə də biraz kompüterlərdə dəyişiklik eləməyə qərarına gəldim, amma biraz bütçə baxımından zəiflik oldu deyə. Yəni biraz işimiz çətinləşdi. Biraz uzanadı. Amma yəqin ki gələn həftə yox, o birisi həftə yox, sırağı həftənin 6-cı günü falan, yəni videolar gəlməyə başlayacaq, yəni ondan yəni videolar olacaq. Həm də dedim qoy belə bir açıqlama olsun, həm vlog tarzı bir seri olsun. Deyək, gülək, şəllənək, həm də söhbət edək. Nəysə, videonu burada kəsim. Gedək taksilərin olduğu yerə. Taksiyə mineyim. Şirvanda görüşərik. Şirvana gedirəm. Deməli gəldik, çatdıq Şirvana. Şirvandayam. Gedim dərsə. Dərsə çıxanda görüşərik. Deməli uşaqlar, musiqi məktəbindən də çıxdım. Gedirəm evə. Gedirəm bu videonu yayınlamağa. Sonunda görüşərik. Deməli uşaqlar, nağaradan falan çıxdım. Nağara bitdi. Gedirəm evə bu videonu yayınlamağa. Abunə olub like atmağı unutmayın.